kargomu götürdüm. Şimdi gidək açıq bir yerdə görək nələr sifariş eləmişəm. Biri odur ki, yemək götür. Heç vaxt yeməyi yuxarıdan seçməli verirəm. İndi estetik bir çəkmirəm də. Bildim. Yeməyi heç vaxt yuxarıdan seçməli verirəm. Aşağıdan seç. Yaxınlaşdırın. Şeydir. Bir ideya odur ki, 4-dən alacaq, sulka belə fırlanacaq, sən burada çəkirsən. Peki ben olmasam başa mı inerim? Koymaq istəyəndə sən necə deyirsən? Böyle söyleyeyim. Buna biyib qoyacağam. Gözle parmağımızı böyle. Ha de buradan. Ha koşuludur ha. Ha, koşulu. Şey değil. Bana bak ben çekeri Tez əli sal olmasa. ora. Ne oldu? Tez əli sal da bağla. Ha, şu, əla. Hakikaten bu şey var sen abi. Şu. Ha bakın ben bu 45 dakika takımdayım. Tak. Alnımdaki prişka bakar mısınız? Bu prişkle gitmişim. Paralara. Hakikaten de en önemli günlerde çıkırdı bu prişklerde. Ben dostlar, ben hala öğreşmemişim bu stabilizatora. Deməli, mən gittim, tema bağlamamı götürdüm. Gel bundan atıp neler geldi. Bir de bu paketler verdiler, olsundan Molex az kargosundan aldım. Her kargo firması da verir paket. Yani kargolar ahırlarda paketler verir. Takına esmer için girişlerimiz olan gördü bunu elimden parçalayacağım. Bir körək bunu götürək. Bu nədir? Bir də sən işıqdır. Bir də balaca karakaradır. Bu nədir? İşıqdır deyəsən. Nə balacadır bu? Mən bunu belə bu boyda fikirləşmişdim. Bunu telefona koymak olur. İşte şu. İki tane seçimi var. İşte soyuk. Telefona takıp çekebilirim ama ben bunu daha büyük fikirleşmiştim. Bak bu necə işləyir indi? Ha, bunu bura takırsınız. Neyse böyle bir şey olmadı. Çözdüm 2 dakikaya. Böyle değil, bunu telefona desin takırsan. Oy, telefon böyle bir şey. Neyse. Maraqlıdır ama elə bilmirəm işığı. Neyse qatır. Ama bu qədər balaca fikirləşməmişdim. Mənə qayçı lazım. Bunu biləsən. Nə sifariş eləmişəm, bilmirəm. Özüm də baxmırdım ki, yadımdan çıxdım. Maraqlı olsun atam.
uşaqlar üçün almışım. Ama bu material böyle bir şeydi. Bu trendde olan, son vaxtda trendde olan bir oyuncaqdı. Böyle bir şey. Bunu uşaqlara aldım. Şimdi böyle bir şey çıktı. Ama ben bunu daha başka materialda fikirləşmişdim. Biraz böyle bir şeydi. Böyle kapron kimidir. O maraqlıdır. Görürsən ben buraya da hazırlamışdım. Rengi de biraz değişir. Maraqlıdır. Sabine'yle Murat'a diyorum oynayalım. Fikirləşdim, onlar üçün sizə vereyim. Çünki görsələr ki, mən ancaq özüm üçün belə işıq, nə bilim, nə saldırsam, yəni düşə bilərlər. Ay, yumurtası belə maraqlıdır. Desə səhv bağladım. Neyse. Aslında bunun dəmir fasol bir başqa bir şeydə fikirləşmişdim. Bir kəmərdir. Çoxdan da kəmər istəyirdim. Mesela böyle kəmər sallanan kəmər modda baxınca bu son vaxtda. Böyle bir şey. Cilt şallarla, yufkalarla geçey durur. Böyle bir şey. Yani biraz zincir de var. Bir şeydi. Mən səsi belə xoş gəlir. Başqa kəmərlər də var, çox qəşəng kəmərlər var Temuda. Bu Muradın paltarıdır, desən kotdadır bu. Dostlar, stabilizator nəsə oldu, dayandı. Tam onu çözməmişəm. Bu Murada belə bir kofta almışam. Nasıl açmaq belə istoriya oldu. Bir də maraqlıdır. Yumuşaq material var. Belə. Bu bizim Muradın koftası. Deyirəm ki, tərlətməz. Mənim bu materiallardan başım çıxmır. Hansı tərlədir, hansı tərlətmir bilmirəm. Amma böyle rəngi falan xoşuma gəlmişdi. Sonra keçdik digər bağlamağa. Görək bu nədir? Mikrofon. Axır ki mən mikrofon aldım özümə. İnşallah olar. Sən mənim telefonuma girəcək. Fikirləşirəm ki, olmasa qaytarım. Buradan alın. Belə bir şeydir. Formada. Mənim telefonuma getməlidir, mən biləni. Belə bir şeydir. Bunu başqa bir videoda yoxlayaram. Sizə deyərəm. Necə bir şey olduğunu. Məsləhəti olub olmadı deyərəm. Təxminən 25 manat olmalıydı bunun qiyməti. Hamısını öz paketinə qoyun ki, nəsə birdən qaytarası olsam, öz paketinə qoyun. Çünki mikrofona tərəddüd edirəm, ola bilsin qaytardım. İşığı bilmirəm, qaytarmaram, bir balaca bir şeydir. Bu Sabrina üçündür. Belə bir ipdir. Bunu indi ütüləyəcəm. Ütüləyədə daha qəşəng olar. Belə bir şey. Balerina kimi.
Görmüşsünüz videolarda kitaylar zadılar o qaçırlar uşaq. Balaca uşaqlar qaçırlar hep parkda belə deyirlər. O videonu gördüm, hoşuma geldi. Buna göre almağa karar verdim. Sabrina gimnastikaya koymak istedik. İnşallah alınsa. İstəyirəm gimnastikaya geçsin. Bunu pakete koyayım, sonra ütüləyərəm. Verərəm oynayar. Qəşəng bir şey, uşağın başını qatırmaq üçün. Yine ışıqdır. Bilirəm ki, bu böyük bir şeydir, razmerdir. Bax, bu istədiyim kimidir, ağırdır. Güzel etkisi yoktu. İstediğim ışık buydu da yani. Bu. Renk hem de. Bunu necə qoşacağım bilmirəm düzü. Bunun tersi takmaq da var mesela. Böyle. Çekilişten gələn biraz ola bilər enerjim düşüb. Burada takmaq yerler de var. Hansı ilə takmaq da var. Stabilizatora falan koşa bilərəm. Belki de bunun zaretkası yoktu. Neyse bunu beğendim. Tam istediğimdi yani bu. Bunu qaytarmaq yoktu. Bu okeyli. Sonra bu da qırışqadır uşaqlar üçün. Peki bu kadar sözüme qata eləmişəm. Uşaqlardan əsirləməliydim. Bu da böyle bir şeydi. Böyle maraqlı bir şeydi. Məncə çox çıxmalıdır. Yoxsa yox, belə olmalıdır. Hayır, belə olmalıdır. Özüm də oynamaq istəyirəm, nə qəşəngdir. Deyirəm, bunu qırmazlar, çox qəşəngdir. Yüngül bir şeydir düzün desəm, nəsə qırılan bir şey oxşuyur. Ama olsun. Sonra bu da ışıqdır. Buradan çox özüm üçün texnoloji şeyləri sifariş eləmişəm. Böyle pultudur, ışıqları ayarlamaq üçün. Sonra bunların hamısını öz çəkilişlərim üçün almışam ki, çəkilişlərim daha yaxşı olsun, qəşəng olsun, maraqlı olsun. Böyle bir şeydir. Bunu da qoşacağım, baxacağım. Tabii ki. Burada böyle bir şey de var. Neyse bunu quraşdırmalıyam. Belə. Sonra bu Murat üçün paltardı. İndi belə çəkək. Hər cür çəkirəm, öyrəşməyə çalışıram da bu çəkilişlərə daha. Bakın deyirəm ki, bir daha rahat görsənlər, gör nə qədər şeylər yığmışam bura. Deməli, gəlin bunu açaq. Muradın paltarıdır. Dəst olmalıdır bu. Bu materialı hoşuma geldi. Belə bir koftadır. Aslında Murad çox üstünü batıran uşaqdır. Yəni geyindirirsən, tez batırır üstünü. Bu da şortikidir belə. Mesela uygun qiymətədir. Fikirləşdim ki, onsuz da gündəliyə yayda geyindirməyə bir şey olsun. Yəni. Amma materialı çox qəşəngdir. Bunun materialı çox xoşuma gəldi. Keyfiyyətli materialı var. Bunu bəyəndim. Sizə tövsiyə edirəm almağı. Sonra belə bir şeydir. Bu nədir? Bunu bildim. Bu şalvar üçündür. Bu şalvar üçündür. Mən çünki şalvarlarıma belləri həmişə demək olar bol olur.
Ona görə belə birləşdirən də bu. O iki yandan götürürsüz, bunu bura belə bir-birinə bağlayırsınız. Onun üçün almışam. Həqiqətən şalvarlarımın demək var, hamısı mənim belimdə boş qalırdı. Qalan hamısı yaxşıdır. Bir dənə beli çox yaxşı oturmur. Ona görə belə bir şey. Öz içində çox deyir. Kaş bunlar ayrı-ayrıdır, hə? Bax, kəpənəyin biri belədir. Bütün formasındadır. Bir də belədir. Amma belə kaş hamısı ayrı-ayrı fərqli olardı amma. Belə iki tərəflə də bağlamaq üçün də yəqin. Neysə, bu videoda çəkib göstərərəm necə olduğunu. İndi hal-hazırda iş yerindən çəkirəm. Sonra bu nədir? Bu da kamera tutmaq üçün ştativdir. Stola falan qoyub. Əslində bunu niyə almışam bilmirəm. Mən də ştativ almışam da. Görürsən bunu qaytarım. Yəni baxın bu necə bir şeydir. Əgər işimə yaramazsa bunu qaytarmaq istəyirəm. Bu aslında desəm mən yemək bişirmək üçün almışam. Yemək bişirmək üçün şeylərdir. Amma bu çox da uzanmır. Telefonu tutmaq. Mən yemək videoları çəkmək istəyirəm. Ona görə fikirləşirəm. Belə şeylər lazımdır mənə videonu yaxşı tutmağa. Telefonu yaxşı tutmağa dair. Bax belə, indi göstərdim sizə aldıq. Qızımda kəməri yoxlayacağım. Bir dənə paltarını sizə göstərəcəm. Bu formanı çox bəyəndim. Bu işıqda çox balacaydı amma. İndi bir dənə göstərim sizə. Baxın, indi bu formada da telefona yerləşdirirəm. Qoy. Bu tərəfinə. Ne oldu? Təşkil oldu. Oldu məncə. Xüsusən də bu çox qəşəng görsənir. Yaxşıdır. Belə məkanlarda filan üzü daha aydın göstərir. Mənim teo bağlamalıydı. Ən çox hansı məhsul bəyəndiniz? Mikrofonu da yoxlayacağım mütləq. Rahat bir şəkildə indi işləyəm. Sadəcə olaraq bunları açmaq istədim, sizinlə bölüşmək istədim. Belə, bir də bu işığı falan çox sevdim. Daha doğrusu şəkilləri sevmişdim, amma açacağım, onu da göstərəcəm sizə. Necə bir məhsul olduğunu. Burada aləm qarşıdı bir-birinə. Burada bütün aləm qarşıdı bir-birinə. Bilmirəm indi nədir. Gəl təzədən yerləşdirim hamısını. Ağır bir şeydir. Giyelim telefon açmasın diye. Böyle bir şey. Ben bunun uzanmağını gözlüyordum. Fikirləşdim bu uzanacaq. Uzanan bir şey değil axı bu. Ben fikirləşdim istədiyim qədər bunu uzadabilirim. Yəni fikirləşdim deyənə şəkildə də görsənirdi. İndi niyə belə oldu? Bunlar da belədir. Yəni yoxu belə deyil desəm bunu. Çıxarda bura taxmaq lazım. Belə. Bunu da bura taxmaq lazım. Amma bu balaca oldu axı. Mən bunu uzun gözləyirdim. Belə oldu. Tabii ki mən yemək videosu çəkmək istəsəm, belə telefonu bu formada qoyub çəkə bilərəm. Bu şəkildə görsəndir ki, bu hissəsi uzanır, hara qədər istəsəm uzana bilər. Amma bu uzanan bir şey deyil yəni. Temu, niyə mən aldadırsan Temu? Ay boş, bu bura necə girir axı?
Хотя непонятно, да, böyle. Başka bir şey yok içinde. Çıxartdım ki bunu zaryadkaya qoyum, stabilizator. Artıq neçə gündür zaryadkaya qoymuram. Zaryadkası da ölə bilər. Mənə lazım olan bir vaxtda bir dəqiqə bunu da hardan qoyurduk zaryadkaya? Hardansa açırdıq ha. Buradan. Buraya qoyacağıq. Belə adi adapterlə gedir, yəni belə. Özünün vardı şnuru. Mən də bundan qoyacağım da. Koydum zaryadkaya ve bu formanda belə zaryadka yığır. Bunlar aslında zaryadkaya çok da saxlayan değiller. Ona göre işime biraz şey saxlayayım ki, yani çəkilişdə falan risk ölməsin zaryadkası.